Salam, bugün kartofla toyuq kızarttım. Əvvəlcə kartoflarımı soydum, daha sonra yuvuram. Yuduktan sonra istədiyim ölçülərdə doğradım. Mən bu şəkildə doğrayıram. Siz istəsəniz hər bir ölçülərdə də doğraya bilərsiniz. Mən bu şəkildə doğrayıram. Tam hamısını doğradıqdan sonra əvvəlcə tavanı qızdırdım. Daha sonra kənarda pişirdiyim toyuq ətlərini tavaya əlavə edirəm. Belə bu şəkildə əlavə etdim. Toyuq ətlərini qızartdıqdan sonra daha sonra eyni tavaya kartofları əlavə edəcəm. Burada qızardacağım. Kartoflarımı da əlavə etdim. Qoyuram yaxşı qızarsın. Mən kartofu bu şəkildə qızardıram. Yəni qapağı əvvəlcədən qoymuram. Yaxşı qızmış tavaya yağ əlavə elədikdən sonra yaxşı qızdıqdan sonra yağı daha sonra kartoflarımı əlavə etdim. Ağzı açıq şəkildə qızardıram. Tam qızardıqdan sonra çevirəcəm. Çevirəndən sonra mən qapaq qoyuram onun ağzına. Belə olanda kartoflar həm dağılmır, həm də ki yaxşı qızarır.
Burada artıq çevirdikdən sonra tam çevirirəm ki, hamısı qarışsın, qızarmayan yerləri qalmasın kartofun. Daha sonra duzun, üstiyotun, sarı kök, mən sarı kök xoşlayıram kartofda. Əlavə etdikdən sonra biraz da qoyuram ki, qalsın, ki qızarsın digər üzü də. Duzunu, istiyotunu, sarı kökünü əlavə edildikdən sonra qarışdırıram ki, tam hamısı bir-birinə geçsin dadları. Daha sonra kənardan əvvəlcədən qızartdığım dövbətini qoyacağım. Bu şəkildə. Yağım az olduğu üçün biraz yağ əlavə edirəm mən buradan. Çox yağlı xoşlamıram. Zaten istifadə etdiyim yağ zeytun yağıdır. Mənim kanalım daha balaca bir kanaldır. Buna 3-cü bir video yükləyirəm. İnşallah ki mənə dəstək olarsınız. Kanalımı böyüdərəm. Sizdən dəstək gözləyirəm.